Salam kanal izləyiciləri, mən Günel müəllimə. Bugün sizlərlə OTK-nın yeni olan sınağının, ikinci qrup sınağının bir məsələnin izahını bölüşmək istəyirəm. Düzdür, OTK sualların izahı kanalda var. Sadəcə orada bir məsələdə bir xəta olub. O məsələnin yenidən izahını deyim. Hovuz məsələsi var. Belə bir lövhədə yazmışam əslində. Boş hovuzu deyir bir boru 6 saata doldurur. Təsəvvür edin, boş bir hovuzu birinci boru 6 saata doldurur, ikinci boru 8 saata boşaldır. Və su ilə hovuz tam dolub, su ilə hovuz tam dolandan sonra 2 saat ikinci boru açılıb. 2 saat boyunca ikinci boru işləyib. Əgər bu hovuz 8 saata bu boru vasitəsindən boşalırsa uşaqlar, deməli 2 saat işləyəndə hovuzun 1/4 boşdur. Yəni artıq sənin hovuzunda 1/4 hissə boş yer var. 4/3 hissə isə doludur. Boş hissə 4/1'dir. İndi təzədən deyir 2 saat işlədikdən sonra birinci borunu da açdılar. Baxın, zaten ikinci boru açıq idi. 8 saata boşaldırdı. Birinci borunu da açdılar. Ümumiyyətlə indi biz nəyi axtarırıq? Hovuz neçə saata dolar? Hovuz neçə saata dolar deyəndə bu hovuzun boş hissəsinin neçə saata dolduğundan söhbət gedir. Hansı ki hovuzun 1/4 hissəsi boşdursa və bir hovuz 6 saata dolur, 8 saata kran vasitəsilə boşalırsa, 6'da 1 çıx 8'də 1 vur t bərabər 1'i hesablayaq. Bu eləyəcək 24'də 1 t bərabərdir 1'ə. T bərabərdir 24'ə. Deməli bu hovuz 24 saata dolur. 24 saata dolursa əgər hovuzun 1/4 hissəsi boşdur. 1/4 hissəsi neçə saata dolar? 4 ilə bu gedəcək 6 saat eləyəcək testin doğru cavabı.